Hər vaxtınız xeyirli olsun. Mən Kamran Yaradanquluyev. Hər kəsi salamlayıram. İşin Adam layihəsində bizi dinləyirsiniz. Efirimizin qonağı Saday bəydir. Saday Alverdiyev bizlə birlikdədir və o bir çox sahələri əhatə edir. Biz onu birinci dəfə marketoloq olaraq tanımışıq bu sahədə, Azərbaycan biznes mühitində, amma o mənim gördüyüm qədərilə həm də çox yaxşı idarəçidir. Salam. Salam. Xoş gördük Kamran bəy. Necəsiz? Təşəkkür edirəm. Mən hələ bu qədər səlis, bu qədər tamlığına şübhə edirəm, çünki tam ifadə etmədiniz, amma yenə də özümü ifadə edirəm yəqin ki. Tanıyanlara burada salam. Bütün efir əhlinə təşəkkür edirəm bizi dinləyəcəkləri üçün. Kamran bəy, suallarınızı maraqla gözləyirəm. Sualım elə məncə birbaşa qısa və konkret. Deyin gəlsin. Saday bəy marketoloq yoxsa idarəçidir? Saday bəy... Mən bilirəm ki, satış düşmənidir Saday. Çünki Sarvan bəylə həmişə bu mövzunu danışır. Yəni, biz belə qələmə verməyin. Mən əslində gizli olsa da bəlkə də içeri demədiyim bir məsələ var. Karyerama demək olar ki, ilk olaraq satışla başlamışam. Aha. Amma marketinq əsaslı, biznes inkişaf xarakterli bir idarəçiyik hal-hazırda. Təxmini 4 ildir marketinqlə çalışmasaq da, amma heç vaxt ayrılmırıq. Nə adı üzərimizdən qopur, nə də biznes fəaliyyətimizdə onu gözümüzdən kənara qoyuruq. Amma hazırda biz idarəçiyik. Yaxşı idarəçi olmaq üçün satış yolu keçmək lazım, yoxsa marketinqi bilmək lazımdır? Yaxşı idarəçi olmaq üçün ümumiyyətlə insanları anlamaq lazımdır. Özünüzü, işinizi bilməyi, analiz etməyi və ən gözəli, ən əsası isə ekosistemi, ətrafdakı insanlarla dialoqu, onların hərəkətlərini, onların davranışlarını. Düzdür, insan idarə olunan bir varlıq mı deyim, bir qüvvə mi deyim, deyil. Sadəcə ona istiqamət vermək lazımdır. Bax, bu önəmli məsələdir. Çünki idarə etməklə istiqaməti biz çox vaxt qarışdırırıq. Çünki idarə edici şəxs kim olur? Çox güc sahibi olur. O gücü düzgün idarə etmək, gücün ona nə verdiyini anlamaq. Bilirsiniz də yəni. Çünki bilirəm. Saray bəy, deməli belə bir məqam var. Bizim bu dəqiqə bir ortaq bir də fərqli cəhətimizdən danışaq. Aha. Ortaq cəhətimiz odur ki, biz ikimiz də Azərbaycan biznes mühitini yaxşı bilirik. Nə mənada? Tanışıq. Tez-tez ünsiyyətimiz olur axı. Amma mənlə ünsiyyətdə olan insanlar qonaqlar olur adətən. Onlar mənə öz işlərindəki problemi demirlər. Amma sizdə məhz gün ərzində və ya həftədə ən azı 4-5 nəfər yeni insanla sizin söhbətiniz olurdu işdə. Amma onlar birbaşa sizə dərdini danışırlar. Necədir Azərbaycan sahibkarlarının vəziyyəti və 2026-dan gözlədiklərini əldə edə biləcəklərimi sizcə? Azərbaycan sahibkarının vəziyyəti dərdlidir. Yəni yaxşı olsa da dərdlidir, pis olsa da dərdlidir. Dərd həmişə var. Çünki bu xoşbəxtlik və tamlıq hissi var. O hər zaman baş tutmur. Demək olar ki, hər şey yerində getsə belə mütləq ki, orada bir şey çıxır ortaya. Çünki sahibkarlarımız biraz belə mükəmməliyyətçidir Azərbaycan üçün. Bu günə qədər olan ən böyük dərdlər əslində yeni müştəridir. Necə eləyək ki, müştərimizi əldə saxlayaq. İndi dərd rəngin dəyişib. Hal-hazırda müştərini əlimizdə necə saxlayağa çevrilib. Axı 2026-da tam fərqli olacaq. Necə edək ki, stabilliyimizi qoruyaq. Əlimizdəkini saxlayaq. Stabil nədir? Hə, o bəli. Çünki eşitdiyimə görə bu il məhz o ildir ki, müştərilər əldə saxlanılıb qorunmalıdır. Bəli, bu il tamamilə satış üzərinə qurulacaq, loyallıq üzərinə qurulacaq. Gedəni gətirmək əla bir variantda əgər bu mümkün olacaqsa, amma ən əsası əlimizdəkilərin getməyinə izin verməməliyik. Bu belə bir dövrdür. Gedəni gətirməyə efor verməyək və ya getdiyinə görə bikef olmayaq. Əsas odur ki, olaq. Yox, təbii ki, olaq. Narahat olaq. Niyə gedir? Onu araşdıraq, bazasını quraq, CRM-ini formalaşdıraq, onlara bir geri dönüş eləyək, zəng eləyək, çaya dəvət eləyək, ağlayaq lazımdırsa. Amma önəmli olan bu dəqiqə əlimizdəkini əlimizdə saxlamaqdır. Sual. Bax, Azərbaycanda müəyyən bir işbirliyi olanlar, amma qarşılıqlı hansısa bir tərəf inciyəndə təkcə müştəri incimir, icraçı tərəf də inciyir. Mənim özümün o qədər incədiyim müştərilər var ki, yalnız söhbət özü də ödəmə qabiliyyətindən getmir. Orada o qədər məqamlar olur. Hamıda var bu. Amma sonradan bir də görsən ki, bunlar hardasa bir etapda o deyir, sənə qanım qaynadı. Bir çox istəyir də, veri-verini də bir dostlaşma olur, bir zarafatlaşma olur. Sonradan bu sözləri çəp gələn insanların sizcə yenidən bir araya gəlib daha uğurlu layihə eləməyə, işbirliyi görməyə şansları var yoxsa yox? Ümumiyyətlə son 10 il deyək də biznesin məntiqi prosesdən şəxsə yönəlib.
Yəni people to people anlayışına gəlmişik. Yəni insanlar artıq malı, məhsulu, marketinqi, maliyyəni deyil, insan insanı idarə etməyə başlayıb. İnsan insandan alış-veriş edir, insan insana satır. Və bu Azərbaycan üçün çox belə yaxşı olmayan halda həm də çox yaxşıdır. Yaxşı ünsiyyət qura bilən, dostlaşa bilən, çevir edilən insanlar üçün çox yaxşı pul şəklində geri dönüş olur. Amma vay o günə ki, ünsiyyət qabiliyyətiniz yaxşı deyil, asosialsınız, küsəyənsiniz, aqressivsiniz. Bu çoxlu incikliklərə və itkilərə səbəb olacaq. Çünki artıq şəxsi üzərindən gedirək. Bax, bunu önləmək üçün biznesdə rolları düzgün təyin etmək lazımdır. Mən sahibkaram, pulun sahibi mən ola bilərəm, amma mən danışa bilmirəm axı. Mən tripliyəm, mən başım çox da işləmir, zata pulum var amma. Ona görə də hər kəslə yola gedə biləcək, ego duyğusu olmayan, empatisi olan bir adama o görəvi verməliyik, o vəzifəni verməliyik ki, əzizim, dostlaşamı ilə. Bu satış müdiri ola bilər, icraçı direktor ola bilər, satın almacı ola bilər, marketoloq ola bilər, hökmən kimsə olmalıdır. Baxın, sizin də kimlənsə hansısa bir incikliyiniz şəxsi məsələlərə gəlib çıxdığı üçün belə olur. Biznesdə inciklik ola bilməz, mümkün deyil. Yəni, nədir bu? Pul, iş. Ya hə, ya yoxdur da, yəni. Maksimum pulu verməyəcək, burada niyə küsürsən? Məhkəmə verəcəksən və digər hüquqi prosedurlar. İnciklik, küsmək, danışmamaq varsa artıq demək ki, burada şəxsi məsələlərə çevrilir. Yəni, dostlaşmaların nəticəsidir. Yəni, ona görə də hər kəslə eyni məsafədə durmalıyıq. Mənim mövqeyim. İndi sizin mövqeyiniz biraz başqa cürdür. Sizin mövqeyiniz insanların o yumşaq damarları ilə bağlı bir məsələdir ki, xoşhal olduğu zaman pul xərcləməyə başlayır. Bizim mövqeyimiz nədir? Bizim mövqeyimiz odur ki, o xoşhallığı aradan qaldıraq ki, pulun cibində saxla, nə edirsən sən? Mənim baxışlarınızın dəyişməni istəyirəm. Mənə keyflər yaxşı olanda gəlirlər, sizə keyflər pis olanda. Pis olanda gəlirlər. Ona görə bəlkə də bugün mən ağ geyinmişəm, siz qara. Bəli. Bəli, mələk obrazındayım bugün efirdə. Xeyri təmsil edirəm əziz dostlar. Yaxşı. Bizim birazdan fasiləmiz olacaq. Daha doğrusu mən sponsorlar haqqında məlumat verim. Mütləq. Zaman itirmədən, çünki istəyirəm ki, çox yaxşı sürətlə efirimizi belə maraqlı davam etdirək. Başlayaq əziz dostlar, sponsorlardan danışaq. Sponsor məlumatı. Efirimizin baş sponsoru Unilegal Consulting'dir. Unilegal Consulting, hörmətli dostlar, hüquqda etibarın adı olaraq səslənir və sizə lisenziyalar, icazələr, şirkət təsisi, mühasibatlıq, vergi məsləhəti, əmtə nişanları, tender dəstək və s. A'dan-Z'yə bütün xidmətləri verirlər. 070 216 91 91 hamısı bir mərkəzdə deyir. Unilegal Consulting, ona görə də müraciət edə bilərsiniz. Lift və eskalator xidmətlərində etibarlı Senna MMC-dən danışaq. Azərbaycanda çox böyük layihələrə imza atan Senna şirkəti yalnız lift deyil, travilator, eskalator və bu qəlibdən olan bir çox xidmətləri, texniki baxışı sizə həyata keçirdərək tam problemlərdən uzaqlaşdırır və nəzərinizə çatdırım ki, şirkət dünyaca məşhur olan dünya markalarını Azərbaycanda rəsmi olaraq təmsil edir. Nəzərinizə çatdırım həm də onu ki, həmin şirkətlər həmin şirkətlə işbirliyi qurmurlar. Senna'nın bu da etibardan irəli gəldiyini göstərir. 050 444 70 70 əlaqə nömrələridir. Mən isə növbətə Ceva Sportdan danışmaq istəyirəm. Yerli istehsal idman formaları, futbol, basketbol, tişörtləri olsun, hamısı keyfiyyətlidir, sürətli çatdırılır, zövqə uyğundur. Materiallarda ürəyiniz istəyən hər birini əldə edə bilirsiniz və sonda korporativ şəkildə də əməkdaşlıq edə bilərsiniz. 055 450 20 37 Ceva Sportun əlaqə nömrəsidir. Onlar Azərbaycanlı və dünyaca məşhur idmançılarla işbirliyi qururlar və hətta bu yaxınlarda növbəti dünyada populyar olan Azərbaycanlı idmançılardan biri ilə işbirliyinə başlayacaqlar. Çekas şirkətindən danışaq. Biznesimizin ehtiyacı olan yüksək keyfiyyətli çek və barkod həllərini təqdim edən Çekas şirkəti peşəkar xidmət, müasir texnologiyalar və sürətli çatdırılma ilə işinizi asanlaşdırır. 055 702 12 32 onların əlaqə nömrəsidir. Təşəkkür edirəm sponsorlara. Mən Kamran Yaradanquliyev, bir daha bizi dinləyənləri salamlayıram. Hər vaxtınız xeyirli olsun. Qonağımız, işin adamı Salay Əlverdiyevdir. Efirimizdə hal-hazırda iştirak edir. Salay bir daha salam. Xoş gördük bir daha. Biz bugün idarəçilikdən danışdıq daha çox. Düzdür, sizi marketinq mövzusunda da, digər mövzularda da biznes sahəsində məncə narahat edə bilərəm efirdə. Amma ən yaxşısı idarəçilik. Çünki xeyirli olsun, sizin artıq son dönəmlər yetəri qədər uğur layihələri imza atan, özünüzün həm təsisçisiniz də. Bəli. Digər həm təsisçi kimdir? Əsas odur ki, məni tanıyırsınız. Sarvan Aslanov, bildiyiniz.
Mehriban düşmənlər. Bəli, mehriban düşmənimiz. Bu maqnitin müsbət mənfi tərəfləri yan-yana gələndə neytrallaşdırır bir-birimizi. Biz bir yola çıxmışıq. Uzun illərin dostluğumuz var. Bunun paralelində işbirliklərimiz belə hər zaman olurdu, amma bunu rəsmiləşdirdik artıq. Bir consulting məntiqi ilə məsləhətçi xarakterli bizneslərə bir ilə yaxındır fəaliyyət göstəririk. Bir biznes həkimi oldunuz. Yəni rəsmi qaydada, korporativ qaydada. Artıq həqiqətən sənədli sübutludur. İstəyirəm dostlarımızla çalışırıq, xeyli müştərilərimiz var. Maşallah. Buna salamlayıram onları. Müştəri nemətdir. Təbii. Adı çəkməsəm də, bəli. Ya çəkməsəm də. Çəkməsəm, bəli. Sada bəli. Konsultasiya edəndə bu sizə müraciət edənləri ən çox hansı primitiv problemlər var ki, hamısında var bu? Ümumiyyətlə ən böyük məsələ bizə ümumiyyətlə adımızın üzərinə yapışan bir satış marketinq anlayışları var. Bizneslərin çoxu elə bilir ki, problem burdadır. Yəni problem nədədir? Biz marketinqi idarə edə bilmirik, satıcılar sata bilmir, marketoloq tanıda bilmir. Amma problem onda deyil. Daha çox. Biz araşdırdıq, görürük ki, əslində ümumiyyətlə məntiq futbol kimi düşünək də, ya da mətbəx kimi düşünək. Mətbəxin içərisində biz restorana gedəndə nələrin baş verdiyini xəbərimiz olmur. Doğrudurmu? Yəni bizim sonda önümüzə gələn yeməyə baxırıq. Və o yeməyə gələndə ya bəyənirik, ya bəyənmirik. Ya duzludur, ya dadlıdır, ya da kaprizimiz yoxdur. Bax bu period biznesdə də keçərlidir. Bax biznesin görünən üzləri marketinq və satış adamlarıdır. Şimdi biznesin görünən üzləri necədirsə biznesi elə qarşılayırlar. Bu həm daxildən belə baş verir, həm də xaricdən. Rəhbər oturur, deyir ki, satışlar aşağıdır. Birinci çağırır satıcını. Deyir ki, niyə sata bilmirsən? Amma sualı vermir ki, bəlkə bunun qiymət qoymasında problem var. Bəlkə bunun ümumiyyətlə məhsul portfolyosu bazara uyğun deyil. Bəlkə bunu maliyyə düzgün dəyərləndirməyib bazara müqayisədə qiymət qoymağını daha çox artırıb. Ya da nə bilim satın alma gec gətizdirib. Bax bu təfərrüat. Satıcı gəlməlidir. Satıcı başlamalıdır ki, qiymət artıqdır, məhsul bazara uyğun deyil, biz gecikmişik, əsaslandırıb göstərməlidir və ondan sonra sahibkar çönür, çağırır digərlərini ki, gəlin, satın alma, gəl, logistika, gəl. Görürsünüz necə çətindir? Yəni ona görə də biz hər zaman bizim kimi insanlara və yaxud da məsləhətləşə biləcək hər kəsin bir adama ehtiyacı var ki, o adam gəlir, onun görmədiyini ona göstərməyə. Deyir ki, qardaş, satıcıdan nə istəyirsən? Sən ona bir normal məhsul vermisən ümumiyyətlə. Fərqindəsən normal məhsulun. Ya da marketoloqa deyir ki, bu mənə tanıda bilmir. Adam bir ildir sənə deyir ki, büdcə ver mənə ki, mən onu outdoorda, indoorda, nə bilim, rəqəmsalda bir şey etməliyəm. Niyə vermirsən? Bu fokusnik deyil ki, yəni bir şey şapkadan dovşan çıxarda bilmir, sehirbaz deyil. Yəni artıq şapkadan dovşan çıxan zaman deyil. Ən çox bəsit. Sadəcə baxışımızı çevirməliyik. Problemi doğru yerdə axtarmırıq. Məsələ budur. Onu bilərək eləmirlər də. İşte bilmədən eləyirlər də. Problem odur və bilmədiklərinin fərqində belə deyirlər. Onlar bilmədiklərinin fərqində olsalar, onsuz da bizi çağırmazlar. Məsəl üçün. Adam bilmədiyini söz var, Dirvay o günə ki, bilmir, bilmədiyini bilmir. Bax bilmədiyini bilmirsə, bunu bilirsiniz kimdir bu adamlar? Sahibkar. Ya da menecmentin başındakı insan. Güc kimdə də? Bax o adam bilmədiyini bilmir çox zaman. Çünki o biznesi çox vaxt bilmir. Bu niyə belə olur? Bunun cavabını tapmaq üçün birinci biznesin necə qurulduğuna baxmalıyıq, idarəçinin kim olduğuna baxmalıyıq. İdarəçi ego ilə idarə etməməlidir. İdarəçi peşəkarlığı ilə idarə etməlidir. Bax, məsələ budur. O adam həqiqətən peşəkar biri olanda bütün prosesləri anlayır. Bütün proseslərin necə olmalı olduğunu da bilir. O zaman bilmədiyini bilmir. Yəni bilməməzlik halına gələ bilmir. Bəs sizin əslində burada həm də riskiniz var. Çünki həmin tip insan o demək deyil də saday onunla işləsə bu adam çox yaxşı dəyişəcək, büdcə verəcək, nə bilim, düzələcək, resə girəcək. Sabah bu adam yenə istədiyi o xarakterin qarşılığını almasa, yanlış belə olsa, axı bilmir bilmədiyini. Gəl burada deyəcək, saday iş bilmirik. Bax işte məsələ odur ki, bizim kimi insanların istər karyeramızda olsun, yəni bizim kimi dediyim, məsələn mən 22 yaşımdan bəri rəhbər vəzifədə işləyirəm. İstər şöbə, istər departament və mən ona görə o vəzifələrdə çalışmışam ki, mən qarşıdakının, yəni bilmədiyini fərqindəyəm və ona deyirəm ki, sən bilmirsən. Ben bunu deyə bilirəm. Bu cəsarət məndə var. Təbii ki, bunu qəbul eləməyən də olur, amma onu da idarə etməliyəm. Deməliyim ki, sən bilmirsən, icazə ver mən edeyim. Bunu hər kəs edə bilmir. Biz də sahibkarlarla görüşəndə danışırıq. Bir perioda giririk. Bəzi sahibkar modeli nədir? Deyir ki, mənim dediyimi eləyəcəksən. Bax, bu adam loserdur. Biz ondan işləyə bilmərik.
Yəni açıq O olmalıdır. pul olanlarda olur daha çox ya. Məncə xarakter Pul məsələsidir. biraz özgüvəni verir axı. Amma sonradan pul olur. Ay sağ olun. O yəni Mən ağılırsam fərqində olmayan. Daha doğrusu pul qazanmışam. Bəli, sən mənə öyrədəcəksən. Mən bu boyda biznesi böyütmüşəm, bura gətirmişəm. Adama deyən lazımdır. 20 il eyni işi görürsən və malın özünü satırsan, satmırsan. Yəni çörəyin bu dəqiqə ölkədə məşhur olmaq üçün sən nə etmisən? İnsanlar acıdıya gəlib alır, məsəl üçün. Ya sən necə bir qatqın var? İşte bu boş egonu biraz oturub egolarına dəymədən, xüsusi belə onları sındırmadan deyək ki, xasiyyətlərini və s. yalnızca söhbət eləməliyik ki, əzizim. Həkim məntiqini, həkim bizim necə müalicə edir? Müalicə olunmağa razı olmalısan. Bütün tibbin başı budur ki, sən istər onkoloji xəstə ol, istər yüngülvari xəstə ol, müalicəyə özünü sərbəst buraxmalısan və razı olmalısan. Açıq olmalısan. Biznes də belədir. Sahibkar əgər bizlə açıq danışırsa, biz deyirik ki, baxın, qərar verməni verəcəksən, səlahiyyəti verəcəksən və idarə etməni verəcəksən. Bu üçünü verdiyi zaman eləyə bilirsən. İstər karyeranda, istər kənardan dəstəyində. Vay o günə ki, sənə qərar verir, amma səlahiyyəti vermir. İcra səlahiyyətini. İcranın özündə Ya da saxlayır. verir, deyir iclasda, sonra yenə də gəlir, gedir. Başıma çəkib bu yaxınlarda yenə oturuq danışırıq, bir sahibkar yaxınımız var. Mən razılaşırıq ki, baba belə gedəcəyik. A, B, Z. Bu nə deyir? Yaxşı? Ki, yaxşı. Səhərsi gün deyir ki, A-ya dəymə də. A, əvvəl necədirsə elə olsun. Deyirəm, A eləməsən B eləyəməyəcəm. Yaxşı, onda B-dən başladı. Deyirəm, o da elə olmur. Tamam, deyir elə. Axşam zəng et ki, eləmədən. Gəl elə olduğu kimi qalan işi daha yaxşılaşdıraq. Ha, müəllim, deyirəm, səhv eləmirsən hər işi. Belə cəbəlləşməli oluruq, məsələn, budur. Yəni, pul qazanmaq o demək deyil ki, iş yaxşı gedir, belə çıxır. Pul qazanmaq ümumiyyətlə biraz böyük səslənir. Bir də pul qazanmaq göstərici deyil ümumiyyətlə. Cəmaət biznesi pul qazanmağa görə qurur axı. Cəmaət pul qazanmağa görə qurur, amma hər pul qazanan yəni ağıllı, savadlı, ziyalı deyil. Fakt pul qazanır. Adam bu biznesi niyə qurub? Pul qazanmaq üçün də. Yəni yaxşı qurur da. Biz hansı əsrdə yaşayırıq? Pul hər cür qazana bilərik. Pul qazanmağın sərhədi və limiti yoxdur. Ona görə biznesin etikası var, bizim vicdanımız var, bizim ləyaqətimiz, mənliyimiz ona görə var ki, yəni budur da mövzu. Yəni pul qazanan adamlara təbii ki, bizim kimi cəmiyyətlərdə pul çox güc faktorudur. Yəni sənin pulun varsa, yəni sən söz yerişinlə gəzişim. Bəli, söz də deyə bilirsən hər yerdə. Çünki pulun verdiyi gücü heç nə verə bilmir. Məsələ budur. Mən bu gün yerişin dəyişməkdən ziyadə danışmağın dəyişir. Baxırsan ki, adamın yəni bildiyi bir məsələ yoxdur, dünyada qazandığı bir şey yoxdur, amma elə məsləhətlər verir ki sənə. Yəni sən ola bilər Oxfordda təhsil alıb gəlmisən, cibində onun qədər pul yoxdur, amma adam sənə məsləhət verir ki, sən deyir Oxfordda oxudun, amma Amerikada oxusaydın daha yaxşı olardı. Sən oxumusanmı yəni məsələn? Biz bir zaman itirməyək, sponsorlarımızdan danışaq, sonra davam edəcəyik. Sponsor məlumatı. Sponsor məlumatı. Bizim peşəkar sponsorlarımızdan biri Estet Engineering 1997-ci ildən bəri enerji həllərində etibarlılığın sinonimi olaraq fəaliyyət göstərir. Yüksək texnologiyalı avadanlıqların satışı, servisi, layihələndirilməsindən tutmuş, açar təsliminə qədər tam peşəkar xidmət həyata keçirən Estet Engineering bir çox dünya şirkətlərinin rəsmi nümayəndəsidir. Onlardan biri də İspaniyanın Cofen brendidir. 1973-cü ildən bəri yanğın təhlükəsizliyi sahəsində bir məqsədə qulluq edən, fəaliyyət göstərən Cofen brendi ənənə innovasiya və dərin texnoloji bilikləri birləşdirən bir vizyoner ailə şirkəti olaraq bu gün artıq 50-dən çox ölkəyə tam inteqrasiya olunan yanğın siqnalizasiya sistemləri istehsal edir. Adreslənə bilən detektorlar, ağıllı idarə etmə panelləri və müasir proqram həlləri ilə Cofen hər bir məkanı 7/24 qoruma altına ala bilir. Sertifikatları da var, əlbəttə, sertifikatlı keyfiyyət N54 ISO 9001 daha doğrusu və standartlara xüsusi olaraq əməl edirlər. Həmçinin UL-EO təsdiqi Cofen bu sahədə etibarlı beynəlxalq marka halına gətirib çıxarır. 012 497 17 16 və 051 205 45 45 Cofen texnologiyası ilə təhlükəsizliyi birləşdirən nöqtədir. Estet Engineering tərəfindən təqdim olunur. Təşəkkürlər. Və nəzərinizə çatdıraq ki, Enerji N-dən də danışmaq
istəyirik. Enerji 2011-ci ildən Azərbaycanda fəaliyyət göstərən qaz və su avadanlıqlarının etibarlı həllərini sayğaclar, modul stansiyalar və daha çoxunu sizə təqdim edir. 012 570 0094 onların əlaqə nömrəsidir. Təşəkkürlər sponsorlara. Efirimiz işin adamı ilə davam edir. Saday Alverzi bizləndir. Mikrofonunda mən Kamran Yaradan Quliyev. Növbəti suallarımı Saday bəyə təqdim edirəm. Saday, bax bir adam qəşəng bir biznes qurur, pul qazanır, sonra uduzur, pulu itirir. Amma 20 il ərzində həyata keçirib bunun bu yolu. 20 ildən sonra yenidən bu adamın qalxmağı növbəti 20 il mi çəkməlidir, yoxsa yox? Məncə bu belə olmur. Ümumiyyətlə insanlar 20 il eyni işi görmür. O qazanan insan var, ha deyirsiniz, varlanır, yaxşı büdcələrə gəlir, yaxşı pullara gəlir. O adam 20 il üzərinə qoya-qoya gedir. Və yaxud da 10 ilin eyni templə gedir, sonra artan siklından qalxır. Varlanma o deyirlər ilk milyonu qazanana qədərdir. Demək ki, bu adam ilk milyonu qazanana qədər ki, periodu bilir. Halal milyonu. Bəli, təbii ki, halal. O 1 milyon, təbii ki, biz halalın tərəfindəyik. Buradan da sosial mesaj veririk. Bax, o 1 milyona gələn yolu bilir bu adam deyə. Yenidən o yolu getməyəcək. Ya da artıq 10 ilə yox, 1 ilə gedəcək o yolu. Çünki bilir, bədən bilir, baş bilir, şuur bilir və təcrübə var. Yəni bizim ətrafımızda bu tip insanların olması bizim yolumuzu daha sürətləndirir. Neytral insanlardan danışıram. O birinci insan gəldi 20 ilə müəyyən təcrübələr qazandı və 20 ilin 17-ci ilində bu adam tempi tutdu. 1-ci milyonunu qazandı. Məsəl üçün deyək də, ironiya eləyək, bənzətmə eləyək. Oradan artıq partlatdı. Adam 5 il varlı yaşadı, sonra düşdü. Adam yenidən birdən yenə 17 ilə getməyəcək. Bu dəfə yolu daha sürətli gedəcək. 1 il yarıma, məsələn. Yaxşı, adətən o düşənlərin düşmə səbəbi nədir? Komfortdur, yoxsa quyu qazmadır? Necə olur? Rəqiblər güclənir, nə olur adətən? Sistemsizlik. Sistemsizlik. Baxın, mən bu bizim ölkəni bilirəm də. Başqa ölkələr haqqında fikir yürüdə bilirəm. Real Azərbaycan təcrübəsidir. Biz sabaha inanmadan biznes qururuq. Sabaha inanmadım. Bilmirik sabah nə olacaq. Partladacağıq-mı, uçacağıq-mı, yoxsa batacağıq-mı? Bax, bunun cavabını bilmirik. Biz nə edirik? Deyirik ki, 10 minim var, gəlsə eləyim. Ya da yaxşı danışma qabiliyyətim var, gedim nəsə satış edeyim. Daimon obyekti var, onu işlədim. Və gözləmədiyin anda pullar qazanmağa başlayırsan. Və bu gözləmədiyin andakı pullar səni artıq xoşbəxt eləməyə, pul qazanmağa, belə deyim də, yəni bir təşviq, məruz qoyur. Və sən bilmirsən ki, nə edəcəksən. Mənim bir yaxın dostum var idi, uzun illər əvvəl. Yəni gözləmədiyi anda pullar qazanmağa başladı. Adam deyir ki, mən qorxuram, indi nə olacaq? Mən deyirsən? Yox, sən ikincisən. Adam deyir ki, qorxuram, bilmirəm nə olacaq. Qorxunun səbəbi bilirsiz nədir? O qazanmağa və bu qədər pula sahib olmağa hazır deyildi. Ticarətdən və biznesdən qazanır. Var o doğrudan. Əlbəttə ki, sən hazır deyilsən. Hazır olsan, qoyaq bizim kimi sahiblər var. Adi lotereyada deyirlər, dünyada məsələn kimsə 1 milyon, 2 milyon qazandı, sonra bir aydan bir il itirirlər. Bu o deyil də. O tamamilə bilirsiniz nədir? Yəni həyatın şansıdır, sənə üzvə gülür. Yəni pulu da idarə etmək lazımdır, söhbət ora gətirir. O adamlar o deyil məsələn. O ona hazır belə deyil. Elə bil ki, bu ən azı cəhd eləyir. Birdən kimsə gətirirsən 1 milyon qabağı vurur, deyir ki, dəyərləndir. Bu da belə baxır. Amma bir də var, yolda adam, obyekti var, nəsə eləyir. O 1 milyonu versə, yəni bərbad da olsa o həmin obyekti böyüdəcək. Düşünürsən, yəni 1 milyondan xəş. Bir də var heç nə bilməyən adam. O lotereyadan qazanan adamlar zaten 1 ilə, 3 ilə, 5 ilə batırırlar. Ona görə mövzu budur. Yəni yolu gedən adamlarla biz bir yerdə olmalıyıq ki, onların ən azı təcrübəsini biz götürək. Yəni bir varlı insanla, baxın məsələn, karyerada da belədir. Sən kimlə işləyirsənsə subordinasiyada, onun xislətini və onun bacarıqlarını götürürsən. Şöbə müdürünün altında işləyirsən, şöbə müdürü necə biridirsə, sən də elə birinə oxşayırsan yavaş-yavaş. Çünki onun üzərinə çıxa bilmirsən. Mənim uğurum olub ki, mən 23 yaşımdan birbaşa sahibkar və investorla işləmişəm. Təsisçi ilə işləmişəm. Bu mənə inanılmaz şeylər qatıb. Yəni necə? Birbaşa o pulu idarə edən insan xarakterlərdə artıq bir yerdən sonra sistematik, məsuliyyətli, disiplinli bir obraza çevrilir. Çünki niyə? Onlar pulu idarə edə bilən insanlar idi mənim ətrafımdakılar. Pulu idarə edə bilmək isə özü bir sistem tələb eləyir. 1-ci milyonunu qazandın, ona hazır olmalısan. Bax, bayaq dediyimə biznesin gələcəyinə inanmırıq. Sən əgər sabahki biznesə inansan, bu gün məsələn deyirəm, bir iş görürsən, event şirkətin var və digər məsələlər edirsən. Sən ondan böyük ehtimal 2 il sonrasında fikirləşmirsən. Bugün 5 nəfərlə işləyirsən, sabah 35. Kim? Sən kim deyir ki, qazanmamışam? Yox, mən demirəm. Deyirəm ki, 5 illik indi proqramı 20 müştəriyə görə qurmusan. 5 il sonra 50 zarfat edirdim ha bu arada. 100 bu arada Kamran qazanır. Kamran qazanır bəli. 1 milyon. Biz də gedək.
Mən bu işləri görək. Valla açıq və mən Kamran milyon qazanmır demədim. Özün yansıdı və Kamranın milyonu var. Bundan Milyonu sonra sən nə bildik. danışsan da heç kim sənə qulaq asmayacaq. Milyon Amma da da. Kamran milyon. Milyonda neçə sıfır var. Bir aparıcı milyon qazanması üçün. Yəni də mövzu budur. Sana bir dənə var belə qeyri dosyana bəlkə də belə sual verəcəm. Qeyri dosya. Amma sənin o qədər həmişə xoşum gəlir də belə sənin çətinə salıram suallardan amma belə qəşəng çıxırsan sonra özün heyranlıqla suala qulaq asıram cavaba. Qorxuram necə deyəcəksən. Bax. Saday, Bəli. bazarda çoxdur qəşəng danışanlar, əla natiqlər var. Aha. Sadayın da danışığına görə hamı tanıyıb da bu sahədə, sonra indi iş birlikləri olub. Yəni Bax heç deyək ki mən səni tanımıram. Üçüncü şəxs olaraq danışım. Saday Alverdiyev yaxşı natiqdir yoxsa yaxşı idarəçi? Saday Alverdiyev yaxşı idarəçidir. Yaxşı natiq deyiləm mən. Çünki məndən yaxşı danışa bilən insanlar var. Və onlar yaxşı idarəçi deyil çoxsu. Bilirsiniz niyə? Mən icra elədiyimi izah edirəm. Başqalarının elədiyini danışır. Aramızdakı fərq odur. Qəşəng cavab verdi. Yəni mən təcrübələrimdən yola çıxıram. Mən bu gün desən ki, atıram da bir radio strukturunu necə idarə edirəm, mən bilmirəm. Deyəcəm ki, bilmirəm. İşin əhlini tapaq. Amma çox rahat uydura bilərəm. Girəcəm internetdən öyrənəcəm. Danışaram, axırıncı cümlələr gələr arxasına. Amma iş icraya gəlir axı. Bəli. Ölənə sürütdürürlər meydi bilirsiniz də. Yəni mən də onu eləyə bilməyəcəm. Onda öncə dostluq da qalmayacaq, qardaşlıq da qalmayacaq. Bəli. Yaxşı. Biz biraz daha çox bu gün Azərbaycan biznes mühitindən danışırıq. Bəli. Hamı deyir ki, biraz komandada motivasiyalı uşaqlar olanda, biraz pul qazananda və s. biz bir ailə, biz bir gücük. Sonra rəhbərin dili yanır, əməkdaşlardan küsür. Sonra deyir, mən sabahdan sərt müdür olacağam. Mən artıq heç kimlə dost olmayacağam, can deyib can eşitməyəcəm, sərhədlər quracağam. Düzdür bu, yoxsa belə olmamalıdır? İnsan övladı. Bilirsiniz necə bir varlıqdır. O kinoda da replikası var, böyük ehtimal görmüsünüz. Yaxşılığı unudandır. Yəni yumşaqlığı unudandır. Mülayimlikdən istifadə edəndir. İnsan övladı sərt olduğu zaman. Baxın, indi bir dənə empati eləsək, həyatımızda müəyyən çətin dövrlər üçün bəzən darıxa bilirik. Yadımıza düşür. Amma xoşbəxt anlarımız olub. Yəni xoşbəxt rutinləşir axı bir yerdən sonra. Heç diri o qədər kəskin yadımızda deyil. Rəhbər və idarə etmədə də demirəm sərt olmaq lazımdır, amma qəti olmaq lazımdır. Qəti rəhbər və qəti sahibkarın, məsələn deyim də, mən həyatımda ən böyük əksikliyim cəza sistemimin olmamağıdır. Mən cəza verə bilmirəm. Məndə yoxdur. Mən nə edə bilərəm? Kömək edə bilərəm, öyrədə bilərəm. Yəni birinin yerinə özümü qoya bilərəm. Məsəl üçün də bir rəhbər olaraq öyrətməyə çalışıram. Amma əmin olun ki, mənim subordinasiyamda olub, sonra məndən sonra daha sərt birinin subordinasiyasında olan insan yaxşı olaraq məsələn ikincisini daha yaxşı deyə bilər. Bilirsən, o tələbkar idi. O dedi ki, eləmirsənsə bu gün evə getmirsən. Eləmirsən, gecikirsənsə maaşının 10%-ni tuturuq bu ay. Başa düşdün? O emosional bir proses olduğu üçün emosiya onu daha sərt işləyir. Mənim humanizmim, mənim dostluğum, mənim yoldaşlığım, mənim öyrətmə hissim onun yanında belə sönük qalır. Başa düşürsünüz? Yəni bu dəyər göstəricisi deyil, bu emosiya göstəricisidir əslində. Yəni ona görə də sərtlik yox, sistematik tələbkarlıq bir mexanizm işləməlidir. Həm cəza olmalıdır, həm mükafatlandırma. Və bu bir yerdən sonra artıq şəxsin xarakterindən çölə çıxır. Efimizin son dəqiqələridir. Bir növ Azərbaycanda bu dəqiqə çox gözəl arqumentlər üzərində danışan dostlarımızdan 2 nəfərin adı çox ciddi səslənir. Biri Sakit müəllimdir, biri Saday bəydir. Sakit müəllimin çox bəyəndiyim bir sözü var. Mən şəxsən danışıram. Sakit müəllim deyir ki, birinci satış ilə pulu qazan, sonra sistemini qur. Razısan bu fikrinə? Satışın elə, pulu qazan, sonra sistemini, yəni ən azı paralel də olsa qur da. Məsələn olur ki, sən deyirsən təkcə sistem. Yox, mən elə demədim. Sakit hocanın dediyi düzgün məntiqdir. Bax, eyni şey dedik. Pul, yəni biri var gözlədiyim pul, biri var Mən demədim siz nəsə dediniz. Deyirəm, bax, müəllim elə deyib. Razısınızmı bu fikirlə? Əlbəttə ki, razıyam. Sakit hoca düz deyir. Baxar da düz deyir. O Azərbaycan reallığını hiss edən adamdır. Xaricdə də işləyib və Azərbaycandakı biznesmenlərlə müqayisədə hiss edir fərqi və çətinliyi. Pulu qazanmağa başlayırsan, onsuz da biznesin yaranma məqsədi pul qazanmaqdır. Pulu qazanandan sonra bizdə problemlər başlayır. Bayaq dediniz pul lazımdır. Kim? Zarafat dedim, elə demədi. Yox, bildim. Pul gələndən sonra bunu dəyərləndirməliyik. Bax, mən nə edə bilərəm? Pul gələndən sonra yeyib bahalı maşın alaram, ev alaram və s. alaram. Daha pullu işçilər götürərəm. Amma pul gəldikdən sonra daha çox pul gəlməsi üçün zəmin yaratmalıyam. Bunun üçün sistemdir.
Aydındır. Bəli. Mən razısınız. Əlbəttə ki, razıyam. Təşəkkür edirəm. Sakit Hocaya salamlar bu arada. Dəyərli insandır. Sakit müəllim onu da gözləyirik efirdə. Saray Alverdiyev qonağımız idi. Hörmətli bizi dinləyənlər, mən Kamran Yaradan Quliyev. Həftə içi 5 gün işin adamı yenə davam edəcək inşallah birinci gündən etibarən. Bu gün həftəmizin yekun efiridir. Mən hər efirdən sonra və bu gün də həm efirimizin həm də ki efir həftəmizin sonunda deyirəm ki, sizə zehni huzur arzu edirəm. Görüşmək ümidi ilə Saray bəy uğurlar sizə də. Təşəkkür edirəm. Nə gözəl ifadə idi o. Zehni huzur. Bəli, həyatımızda da. Çox sağ olun. Təşəkkürlər, görüşərik.